tibbi sığorta haqqında qanuna edilmiş müvafiq dəyişikliklərdən sonra artıq qeyri-formal məşğul şəxslər icbari tibbi sığorta haqqını özləri ödəyəcəklər. Əmək müqaviləsi VN olmadan fəaliyyət göstərən, kənd təsərrüfatında qeyri-qeydiyyatçız olaraq çalışaraq gəlir əldə edən şəxslər qeyri-formal məşğul şəxslər hesab edilirlər. Tribuna məlumat verir ki, bunu unikal açıqlamasında deputat Müşfiq Məmmədli deyib. O deyib ki, bu şəxslər ya öz əmək fəaliyyətlərini legallaşdırmalı və yaxud qeyri-formal məşğul şəxslər kimi icbari tibbi sığorta haqqını özləri ödəməlidirlər. İcbari tibbi sığorta haqqı ödəniləcək məbləğ aylıq təxminən 16 manatdır. Hər ayın müəyyən edilmiş günündə icbari tibbi sığorta haqqı olan 16 manat ödənilməlidir. Zamanında ödənilmədikdə 10% cərimə nəzərdə tutulub. Burada məqsəd həm əhalinin legal əmək fəaliyyətinə cəlb olunmasını stimullaşdırmaq, həm də gəlir əldə edən şəxslərin ödənişlərinin özləri tərəfindən həyata keçirilməsini tənzimləməkdən ibarətdir. Burada işsiz kimi qeydiyyatda olan şəxslər istisnadır. Yəni, gəlir əldə etməyən, işsiz olan və müvafiq dövlət qurumunda qeydiyyatda olan şəxsin icbari tibbi sığorta haqqı yenə də dövlət tərəfindən ödənilir. Deputat əlavə edib ki, icbari tibbi sığorta fonduna dövlət tərəfindən bir çox əhali qrupunun icbari tibbi sığorta haqqları ödənilir. 18 yaşa qədər olan uşaqlar, 23 yaşa qədər bakalavr təhsili alan tələbələr, sağlamlıq imkanları məhdud olan şəxslər və bütün növ pensiya, müvaniyyət alan şəxslərin hər biri dövlət tərəfindən sığorta edilmiş sayılır. Bu şəxslərin sığorta ödənişləri dövlət büdcəsinin vəsaitləri hesabına icbari tibbi sığorta fonduna ödənilir. Bunun üçün Azərbaycan Respublikasının dövlət büdcəsində vəsait nəzərdə tutulub. Qeyri-formal məşğul şəxslər icbari tibbi sığorta fonduna ödənişi könüllü edir. Ödəniş etmədikdə icbari tibbi sığorta fondunun vəsaitləri hesabına sığorta olunmuş hesab edilmir. Buna görə tibbi xidmətləri icbari tibbi sığorta hesabına deyil, öz vəsaiti hesabına alır.